أَمَّا يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ أَمَّا يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ Bilirsen gərq-i üsyanəm Allah ya Allah Günahkarəm peşimanəm Allah ya Allah Allah ya أَمَّا يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ Ürəydə suzı ahim var Allah ya Ne yarına panahım var Allah ya Allah Allah ya Allah Amman yucibul muğtarra İzâ da'ahu ve yakşifu su Mevlamızın, imamımızın gelişi için, Allah'ın hüccetinin gelişi için daha da ürəkdən söyleyək. Amma yucibul muğtarra İzâ da'ahu ve yakşifu İlahi, səni and verirəm izzət və cəlalüvə. Sənə min ümidlə səhərin bu vaxtında açılan əllərimizi naümid qaytarma. İlahi, səni and verirəm izzətüvə. Ey izzət verən Allah, izzətimizi günü gündən artıq elə. İlahi, nə qədər ölənlərimiz var. Keçən il bu vaxtı bizlə o başdana durardılar, sahura qalxardılar. Amma indi onlar torpaq altındadır. İlahi, cəmi ölənlərimizi, ata-analarımızı rəhmət eylə cinən. Ya Rəbbim, nə qədər xəstə olanlar var. Dururlar, xəstə babadır, xəstə anadır, ya övladdır. Görür evdə hamı durub sahura, hamı durub oruç tutacaq amma o gizlin göz yaşları ilə deyir ilahi mən oruç tutmaqdan məhrum qalmışam. Sağlamlığım imkan vermir ki məndə oruç tutam, oruç tutanların dəstəsinə qoşulam. Ya Rəbbim, nə qədər xəstələr var xəstəxanalarda, o ki artıq ümidləri kəsilib, həkimlər deyiblər, gedin də nə qədər yaşayar, bizim əlimizdən bir şey gəlmir. Ey Rəbbim Allah, cəmi xəstələrə öz qüdrət əlindən bu ayın ehtiramına şəfa ver. İlahi, bizi oruç tutanlardan, namaz qılanlardan, sənə bəndə olanlardan qərar ver. Ya Rəbbim Allah, ölənə qədər halal ruzi, minnətsiz halal ruzi bizə nəsib eylə cinən. İlahi, sənin qapıva gəlmişik, öz qapından suvay heç bir qapıya bizi möhtac eyləmə. Ya Rəbbim Allah, indi bilmirik, bəlkə də ömrümüzün axırıncı Ramazanıdır. Bəlkə gələn Ramazana qalarıq ya qalmarıq. İlahi, and verirəm izzəti və axırıncı Ramazanımız qərar vermə.
Ya Rabbim dualarımızı kabul eyle. Sonuncu defa. Ammen yucibul muzdarra İzâ da'û ve